Əvvəla salamlayıram hər kəsi. Deməli, bugünkü mövzumuz nə olacaqdı? Qış vaxtı quşlara vitaminli yemlər necə verilir? Ətraflı şəkildə çəkəcəm və YouTube kanalımda paylaşacağım. Videonu tam ətraflı bilmək istəyirsinizsə, TikTok səhifəmin profilinə basın. Orada YouTube kanalımın linki var. Linkin üstüne basıb YouTube kanalıma tam ətraflı baxa bilərsiniz. Nəyi necə qatmışam və quşlara necə verirəm. Necə vermək lazımdır. Qışda çünki quşlarda immunitet zəif olan quşlar tez xəstələnir. Damızlıq quşlara, sırf bala baxan quşlara gördüyünüz bu vitaminli yemlərin hamısı vacibdir. Bunların hamısını indi görəcəksiniz. Necə qatacağım, bax. Nə olduğunu izah edəcəm bunların hamısını. İçində bunu nə olduğunu bilməyənlər üçün nə deyəcəm, nədir? Ətraflı şəkildə YouTube kanalımda paylaşacağım. Hər kəsə təşəkkür edirəm. Xahiş edirəm videonu bəyənin, hər kəs görsün və YouTube kanalımda paylaşılacaq. Başqa yem də qatacağım içinə, onu da paylaşacağım. Deməli, gözəl insanlar, bunun içində də var imişli yemi, patron yem. 1 manat 50 qəpik olanlardır. Hal-hazırda onu da göstereceğim. İçine bu kadar katacağım. Bakın. Vitaminli yemdir. Kim deyirsə quşlara ziyandır, boş şeydir, verin. Quşlara xeyri var, ziyanı yoxdur. Quşlar xəstəlikdən qoruyur imişli yemi. Deməli, getdik videoya başlayaq. Tökməyə başlayaq. Hamısını tökəcəm qabın içinə. Bu bir. Gördüyünüz bu mərci. Qiymətini göstərim. 1.40'dır. Halsı lazım deyil. 1.40'lığı yarayır. Bunu məndən soruşanlar olmuşdu. Noxuddur, xırda noxud. Gördüyünüz kimi xırda noxuddur. Qiyməti də 1 manat 20 qəpik kimi bilmirəm. Bunlar belə baha deyil, amma bu bahaları var 4 manat, 5 manat falan var. Bunlar baha deyil. Bu düyü. Düyünün də qiymətini göstərəcəm sizə. 2.40. Keçdik buna. 1 manat da budur. Keçdik buna. Bunu gördüyünüz kimi xırdadır, darıdır. Bu həzmə yaxşıdır, həm də balaya baxan quşa çox gözəl effekt verir. Həm vitamindir, həm də ki həzm balalarda yaxşı olur. O deyirsiniz, yem var balam dəndiyində donub ölür. Həmin bu şey yaxşı da ona ölməyə qoymayacaqdır. Onu tökdük. Həm burada da bu imişli yemini. Əslində imişli yemi 1 kilo qatmalıydım. İndi özümdə olan bir 300-400 qram da qatacağım hamısını. Onun hot. Bu da belə. Bu da getdi. İndi bunu belə qarışdırırsınız, gözəl götürür. Hər şey bir-birinə qarışdır. Xeyli yem oldu. Buna polnu bir ay bəsdir. Çünki az verəcəm, hamısına az. Deməli, bunu vermə qaydasını necə verirsiniz? Quşlara bunu versəniz dən yeməyəcəklər, buğda yeməyəsiniz. Birinci biraz buğda verin. Buğda verin, biraz yesin. Yiyəndən sonra görürsünüz biraz yedi. Ondan sonra bunu verirsiniz qabağına. Bunu yiyəcəklər. Bunu yiyəndən quş ucu balası ölmə mümkün deyil. Baxın. Buna deyirlər ucu vitaminli yem. Hər şey var içində. Hələ bir iki dənə şey qatmaq olar. Süpürgə toxumu olsa süpürgə toxumu da qatın. O daha gözəldir. Papqa yemi də alıb qata bilərsiniz içinə. 1 kilo, 2 kilo. Mən yəqin ki sabah alıb qataram bunun içinə biraz da. İndi necə verəcəm bunu göstərəcəm sizə. Bu boyda. Baxır quşun sayına görə. Məndə bir hində quş çox olduğu üçün bu boyda. Bəs səhər axşam bu boyda quşlara buğda verirsiniz
Yem versiz yesin, ondan sonra bunu verin yesin. Bunu hamısını yiyəcəklər. Qabdakı məndə baxın belə qabdır, yem qabı. Tökürəm bunun içine. Vəssalam. İndi bunun üstündən buğda tökəcəm. Buğda, qardal tökəcəm. İndi onun buğda orada olduğu için oradan tökəcəm. Kimin nə sualı olsa yazar şərt bölməsində, cavablandıraram. Burada biraz qarışıqdır. Buğda bu yemişli yeminə qarışıqdır. Bunu da töksək onun içine. Qalanını da buğda qarışıq tökəcəm ki, qoy quşlar yesin. Ondan sonra quşlarınız nə yumurta fəlci keçirə bilər, nə bir şey. Top kimi olacaqlar inşallah.